Gəlin passive voice, yəni məchul növü mövzusunda olan 2 nömrəli tapşırığa baxaq. Kate broke my favorite cup a week ago. Cümləni məchul növə çevirməliyik. Bilirik ki, cümləni məchul növə çevirəndə cümlənin tamamlığı mübtədanın yerinə keçir. Bizim cümlənin də tamamlığı my favorite cup-dır. Deməli, cümləmiz my favorite cup birləşməsi ilə başlayacaq. Buna görə biz C variantını çıxırıq. İndi isə gəlin cümləmizin xəbərini tapaq. Xəbərimiz broke-dur və keçmiş zamandadır. Break sözünün keçmiş zaman formasıdır. A variantı düzdür. A variantında bir problem yoxdur. Baxaq indi gəlin B variantına. Baxaq digər variantlar niyə olmur? B variantında baxın was been yazılıb. Was been deyə bir birləşmə yoxdur. Been ümumiyyətlə have, has, had birləşmələri ilə işlənir. Buna görə B variantını çıxırıq. D variantı is var. Is indiki zamandır. Bizim cümləmiz isə keçmiş zamandadır. Buna görə D variantını çıxırıq. Və E variantı has been işlənib. Cümləmiz keçmiş zamandadır. Bitmiş zamanda deyil. Buna görə də biz E variantını çıxırıq. Cavab olur A variantı.